Ekspert sistemləri. Dostlar, hər hansı məsələ barədə məsuliyyətli qərarların qəbul olunması üçün adətən təcrübəli mütəxəssislər, ekspertlər dəvət olunur. Latin dilində expertus sözü təcrübəli deməkdir. Ekspertlər problemləri həll edərkən həm xüsusi biliklərindən, həm də məntiqi mühakimə qabiliyyətlərindən istifadə edirlər. Ekspert sistemləri nədir? Ekspert sistemləri intellektual informasiya sistemlərinin bir növüdür. Bu proqramlar faktlara və həmin sahənin mütəxəssislərinin qoyduğu qaydalara əsaslanır. Ekspert sistemləri tətbiq olunduğu sahədə problemləri həll edir, məsləhət verir, hətta qərar qəbul edir. İndi ekspert sistemlərinin əsas komponentlərinə nəzər salaq. Onlar 4 hissədən ibarətdir. Biliklər bazası. Biliklər bazası ekspert sisteminin beyin kitabxanası kimidir. Burada müəyyən sahəyə aid faktlar, qaydalar və təcrübə məlumatları saxlanılır. Məsələn, tibbdə diaqnostika üçün istifadə olunan ekspert sistemində xəstəliklərin simptomları və onların mümkün nəticələri biliklər bazasında yerləşir. Məntiqi nəticə çıxarma mexanizmi. Bu mexanizm biliklər bazasındakı fakt və qaydaları istifadə edərək yeni nəticələr çıxarır. Yəni, ekspert sisteminə verilən informasiya onun vasitəsilə analiz olunur və nəticəyə çevrilir. Sadə dillə desək, biliklər bazasında olan məlumatları istifadə edərək qərar qəbul edən mühakimə beynidir. İstifadəçi interfeysi. İstifadəçi interfeysi sistemlə sizin əlaqə qurmağınıza imkan verir. Buradan istifadəçi sorğular göndərir, məlumatlar təqdim edir və nəticələri alır. Bu hissə sistemin insanla ünsiyyət qura bilən hissəsidir. Açıqlama modulu. Açıqlama modulu sistemin çıxardığı nəticələri izah edir. Məsələn, sistem bir qərar verdikdə sizə deyir ki, bu nəticəyə belə gəldim. Yəni, hansı fakt və qaydalardan istifadə olunub. Bu modul həm istifadəçilər üçün faydalıdır, həm də sistemi hazırlayan mütəxəssislərə onun işini yoxlamağa imkan verir. Beləliklə, bu 4 komponent birlikdə ekspert sisteminin effektiv işləməsini təmin edir. Bilik bazası məlumat verir, məntiqi mexanizm nəticə çıxarır, istifadəçi interfeysi ünsiyyət yaradır, açıqlama modulu isə nəticələri izah edir. İndi ekspert sistemlərinin növlərinə nəzər salaq. Onların əsas 2 tipi var: statik və dinamik ekspert sistemləri. Statik ekspert sistemləri ətraf mühit dəyişmirsə istifadə olunur. Sadə məsələlərin həllində effektivdir, çünki qaydalar və faktlar sabit qalır. Dinamik ekspert sistemləri xarici aləmi modelləşdirir və onunla qarşılıqlı təsir yaradır. Bu sistemlər dəyişən şərtlərə uyğun qərar verə bilir, məsələn, hava proqnozu və maliyyə bazarının analizi üçün istifadə olunur. Ekspert sistemlərinin tətbiq sahələri çox genişdir. Onlardan tibbdə, diaqnostikada, avtomobil nasazlıqlarının aşkarlanmasında, maliyyə risklərinin qiymətləndirilməsində və kənd təsərrüfatında xəstəliklərin müəyyənləşdirilməsində istifadə olunur. Ekspert sistemlərinin hazırlanması üçün xüsusi proqramlaşdırma dilləri və mühitlərdən istifadə olunur. Onların hər biri fərqli üstünlüklərə malikdir. Proloq məntiqi proqramlaşdırma dilidir və 1972-ci ildə yaradılıb. Onun əsas xüsusiyyəti geri dönmə qabiliyyətidir. Bu deməkdir ki, sistem bir həll yolu işləmirsə, geriyə qayıdaraq alternativ həlləri yoxlaya bilir. Proloq əsasən məntiqi qaydalar və faktlarla işləyən ekspert sistemləri üçün çox uyğundur. Lisp 1959-60-cı illərdə süni intellekt sahəsində klassik dil kimi meydana gəlib. Onun gücü siyahılarla işləmək və mürəkkəb məlumat strukturlarını asan idarə etmək qabiliyyətindədir. Lisp uzun müddət süni intellekt sahəsində standart proqramlaşdırma dili olub və araşdırmalarda hələ də aktiv istifadə olunur. Clips 1984-cü ildə NASA tərəfindən yaradılıb. Bu proqram mühiti ekspert sistemlərinin hazırlanması üçün sürətli, effektiv və pulsuz bir vasitədir. Clips həm faktlar, həm qaydalar üzərində işləyir, həm də istifadəçilərə sistemin işini daha rahat anlamağa imkan verir. Beləliklə, Proloq, Lisp və Clips ekspert sistemlərinin yaradılmasında ən çox istifadə olunan və öz sahəsində unikal imkanlara malik vasitələrdir. Yekun. Beləliklə,
Ekspert sistemləri insan mütəxəssislərin biliklərini kompüterdə modelləşdirir. Onların əsas hissələri biliklər bazası və nəticə çıxarma mexanizmidir. Ekspert sistemləri tibbdən kosmosa qədər bir çox sahədə tətbiq olunur. Onların hazırlanmasında Prolog, Lisp və Clips kimi proqramlaşdırma dilləri mühüm rol oynayır. Ev tapşırığı. Gündəlik həyatda istifadə oluna biləcək bir ekspert sistemi nümunəsi düşünün və qısa şəkildə izah edin. Dostlar, bugünkü dərsimizdə ekspert sistemlərinin mahiyyəti və tətbiqləri ilə tanış olduq. Gələcəkdə süni intellektin ən vacib istiqamətlərindən biri məhz bu sahədir. Sağ olun, növbəti dərsdə görüşənədək.